Hə, köhnələr və təzələr. Mən indi hal-hazırda 7 saylı asan xidmətdəyəm. Gəlmişəm qızım üçün, bax bu dəqiqə sevdi göstərib kimin üçün? Şəxsiyyət vəsiqəsini almaq üçün mütləq dövlət rüsumu ödənilməlidir. 7 saylı asan xidmətdə dövlət rüsumu ödəməsində fəaliyyət göstərir, servis göstərir Kapital Bank. Məncə obrislarda deyəsən Beynəlxalq Bankdır, burada isə Kapital Bankdır. Heç nə, yaxınlaşdım Kapital Bankın şöbəsinə pul ödəməyə. Dedilər mənə ki, üzbözdə terminal var, orada yaxınlaş, ödə. Adam da yox deyə sakitçilik idi 6-cı gün, may ayının 10-u. Dedim, axı niyə? Sizdə terminal olmalıdır. Terminal yoxludur, post terminal ödəmək üçün. Dedilər, terminal var, sadəcə olaraq. Necə elə deyiblər, mən də sizə elə deyirəm. Yəni, terminalla ödəyəndə vaxt çox gedir, qəbz 6-7 dəqiqəyə çıxır. Ona görə, yəni, o biri xarici terminalla ödəmə daha məqsədə uyğundur. Mən dedim, xeyr, mənim rahatlığım üçün post terminal istəyirəm, verdilər mənə, ödədim, cəmi 20 saniyə vaxt keçdi ödəməyə. İndi mənə maraqlıdır. Bax, hələ buradan üst tuturam Kapital Banka. Nəyə görə belədir? Yəni bu sadəcə olaraq hansısa işçinin, yəni özünün əlini qatmamağa, yəni öz işi ilə məşğul olmamaq istəyidir, yoxsa bu sizin bir göstərişdir ki, cəmaatı göndərəsiz, məsələn, o ümumi post terminallara, özünüzdə o mobil post terminal ola. Yəni məqsəd nədir? Məqsəd nədir ki, bax mənim kimi vətəndaşa bir balaca mənim işimi əngəlləşdirmək, çətinləşdirmək. Asan xidmətin adı da ondan ibarətdir ki, asan xidmət, yəni hər şey asan olunmalıdır. Niyə? Bax, mənim məsələmi çətinləşdirirsiniz. Buradan üst tuturam, bax, bütün izləyicilərə, kimin başına, bax, oxşar bir hadisə gəlib. Xahiş eləyirəm, kommentari bölümündə paylaşın, gəlin bilək, başa düşək, bilək və bir də bu paylaşın bu videonu ki, bir də yəni bizə qarşı, sizə qarşı bu cür yəni hərəkətlər eləməsinlər. Yəni asan elə onun üçündür ki, bizim üçün asan olsun. Cəncəl çətin yox. Bu qədər qəlbdən qəlbə.